Salam qızlar, hər vaxtınız xeyir olsun. Pərvin üzün tutub ki, məni belə çəkmə. Deməli qızlar, günə artıq başladı. Gedək saçımızı keçmək, ukladka elətdirməyə. Əslində makiyajı da salona istəyirdik, amma son anda fikrimizi dəyişdik. Ki, makiyajı özümüz eləyək, elə əgər alınsa, sizə də bir fikir olsun. İndi başımız sudur deyə belə bükmüşük ki, soyuq olmasın. Gedirik ukladkaya. İnşallah Allah qismət eləyəsin. Bir tərslik çıxmasın. Makyajımızı da sizdən bölüşək. Deməli qızlar, makyaja başlayıram artıq. Makyaja başlamazdan öncə saçımın önünü yığdım ki, bulaşmasın. Üzümə əvvəl belə bir sprey vuracağım. Çünki kiprik taxacağım. Taxmamışdan öncə bir sprey vururam ki, kipriğin qurumasına mane olmasın. Bu belə gül suyudur. Baxın, saçda da var. Bizdə qızlar çox qəşəngdir. Tonik kimi də istifadə olunur. Belə mən makyajdan öncə də vururam. Dərini çox qəşəng həm nəmləndirir, həm belə fresh bir görüntü verir. Bu qədər vurursan və qalır dəridə. İndi kirpik yığacağım qızlar gözümə. Bu yığdığım kirpiklər yəni çox qəşəngdir də. Bir həftə çıxartmasaz gözünüzdə qalır. Suya davamlı bir kirpiklərdir. Rahat şəkildə də belə deyim, qoyub çıxarda bilirsiniz. İndi bir dənə nəmləndirici, sadə nəmləndirici çəkim. Daha sonra gəlirəm. Deməli qızlar, nəmləndirici olaraq bunu keçən dəfəki vloqda göstərmişdim. Yeni aldığım bu nəmləndiricidir. Siz istəsəz sifariş edə bilərsiniz. Baxın, belə teksturasını göstərim. Su bazlı nəmləndiricidir. Quru dərilər üçün su bazlı nəmləndirici idealdır. Elə yağlı dərilər üçün də idealdır. Niyə? Çünki yağlı nəmləndiricilər dərini ekstra yağlandırır. Dərini qızlar ekstra yağlandırır və səpkilər yaranmağa başlayır. Çalışın ki, nəmləndirici seçəndə düzgün seçin həmişə. Bir də nəmləndiricini qızlar bu hissiyə çox istifadə eləyin. Biz xanımlar birinci buradan qocalırıq. Bax, sənin çayın soğumadır. Pəriş makyaja başlamazdan əvvəl qəşəng bizə 2 dənə qaynar çay süzdü. Bir dənə qəşəng qaynar çay içdik, dedik başlayaq. Yəni, bu nədir? Bu necə nəmləndirmədir? Çox gözəl nəmləndirir, çox qəşəng nəmləndirir. Bunlardır. Bu kipriklərdir. Görürsünüz, istifadə də eləmişik. Hər cürə ölçüdə var. İndi bu məclisdir deyə biraz belə deyim, iri ölçüdən istifadə edəcəm. Amma hər cürə ölçüdə var. Pərvinə yəqin ki, bunu yığaram. Çünki Pərvinə bu çox gözəl yaraşır. Pərvinin gözü rənglidir deyə qızlar. Bu. Mən yığma öyrənməmişim. Bu çox gözəl yaraşır. Mənə çox gözəl yığır. Pərvində belə deyim, gözdə biraz zəiflik var deyə. Ona görə o cəhətdən biraz qorxur ki, birdən görməz. Pinsetlə yığılır da, bu pinset gözünə filan deyər. Risk eləməyib öyrənməyə hələ ki. Belə yəni 5 dəqiqə vaxt alır. Heç 5 elə olur ki, bir gözü 5 dəqiqədən də az vaxta qurtarırsan. Kley təzə olan da qızlar asan yığılır. Biraz kley köhnə olanda da çətinlik çəkir. Qoy bir şey fikirləşəcəm. Gəlib dələkliyi o məclisini eləyəcəm üzərimdə. Beynimə bir şey gəldi. Başlayıq. Baxın qızlar, buradan kirpiyin içərisindən kley vururuq qəşəngcə. Baxın belə. Yəni, elə də çətin bir şey deyil. Bunu belə tutmaqda çətinlik çəkirsə, skoçla vurun, qaldırın yuxarı getsin. Qaşınızı qopartmayın ama buradan. Belə. Üstünü çəkin. Eləyəcəm. Baxın qızlar, bir kirpiyimi yığdım. O arada Pərvindən biraz qeybətləşdik. Siz də darıxmayın deyə musiqi qoydum. Fərqə baxın belə.
Biraz belə deyim, fərqli ölçülərdə yığdım, amma məncə qəşəng çıxdı. Hə bacım. Qəşəng çıxdı. Çox uzun özüm istəmədim, çox da qısa görünməyəcəkdi. Belə oldu. Böyük qoyanda acıdım. Bir ölçüdə qoya bilərsin açıqsa belə uzun. Görsəməz. Narahat oluram, mən duran pat üstürəm, yolan tökəm. Все, belə qızlar. Keçəyim o birini də yığaq. Ona görə biraz da siz orada bizə baxın. Bizə biraz gedib gətirin. Kızlar deyəcəksiniz ki, bu nədir? Bunun bu tərəfi də bu kiprik qoyulandan sonra onu bərkitmək üçündür. Hansı ki bərkidir, qopmamağına köməklik göstərir. Belə. Kızlar, kipriklərim bitdi, hazırdır. İndi durun pərçində kipriklərini yığım. Görün pərçi çəkə bilsə verəcəm, onu yığanda çəksin. Ki tam baxasın, çünki mən özümdə ancaq güzgüyə odaqlandım deyə lap yaxından çəkə bilmədim. Baxın, bu da hazır vəziyyətim. İndi durun pərçinki də yığım, gəlin makyajımızı edək. Deməli kızlar, Pərvinin gözünə mən kipriyi qoyanda biraz uğraşırıq, belə deyim. Gözlərə həssasdır, sulanır deyə maksimum çalışıram incitməyəm, amma bayaq dediyim kimi mən də tam görməmiş ola bilərsiniz. İndi pərçin üzərində yığıram, bir dənə baxın. Sən bacı rahat ol, qorxma, həmişə kimi relax getdi. Baxın, diblərə kleyimizi vururuq. Bu şəkildə. İnsan özü eləyəndə daha asan olur. Yəni daha belə deyim, özünüzə daha tez eləyirsiniz, amma başqasına eləyəndə bir damcı vaxt ala bilər. Məsələn, 10 ya 15 dəqiqə bitir. Kleyi tam vuracağım. Qolun ağrıyanda ara verə bilərsən bacı. Bizdə qızlar hələ ki bu influencer işığı deyirlər. Ondan yoxdur, gərək onu alım mən mütləq. Çünki belə çətin olur telefonu. Yəni uşaqlar evdə yoxdur, belə rahat çəkirik. Uşaqlar olsa qızlar, yəni mümkün değildi də bunu çəkmək. Fəşin içmədin mi sən? Yox, içmə. Şah getdi. Pərvinə bayaq göstərdiyim kirpikləri yığacağım. Belə. Başlayaq artıq. Pərvin də gözlər dediyim kimi qızlar rənglidir deyə bu kirpik çox gözəl qalır. Baxın, qoydum və bitdi. Görürsünüz necə asandır. Şah. Yəni kley yandırıb eləmir də Heç bir şəkildə və kipriyi qətiyyən tökmür. Adi kiprik qaynağında belə yandırarsa, amma bunda heç yox. Kiprik qaynağında qızlar gözünüz qıpqırmızı qızarır, kirpikləriniz yolunur, keçəl qalırsınız. Yəni qırıq olur, bəli, yəni çox bərbad bir vəziyyətə qalır. Amma bunda qətiyyən o problemlərin heç birini yaşamırsınız. Ürəyiniz istəyəndə qoyursunuz, ürəyiniz istəyəndə götürürsünüz. Yəni kleyi belə elə bir kleydir ki, isti su dəyən kimi rahat şəkildə çıxardırsınız, gedir. Və nə qədər ki bərkitməmsiniz qızlar, istədiyiniz kimi düzəldə bilirsiniz. Aşağı, yuxarı. Tələbə qızlar olar aramızda. Yəni kiprik qaynağına falan pul verməyən, məclisə gedəndə kirpiyə pul verməyən salonda. Satışda da var bizdə qızlar. Bolca sifariş edə bilərsiniz. Gündəlik istifadə eləmək olur. O da var lap belə incə olanları. Hasır gündəlik istifadə eləmək olur. İncə olanları bir həftə düşmür gözünüzdən heç. Məsələn bu biraz iri olanları 3 gündən falan sonra insan özünü səbri çatmır, çıxardır. Bir gözü hazırdır qızlar Pərvinin, baxın. Görürsünüz, indi onu bərkidəcəm. Bir dənə düz dursun, baxım, sonra bərkidim, gəlirim. Bərkidək. Bu qədər, bu gözü hazır. Keçiriyor bir dənə. Biraz sürətlə makyaja. Qızlar, ilk öncə bu baza nəmləndiricini çəkirəm yenidən. Bayaq ki normal nəmləndiricidir. Bu isə sırf makyaj üçün olan baza nəmləndiricidir. Hansı ki gün boyu makyajı dəridə qəşəng saxlayır. Göstərim qızlar, baxın, sifariş edə bilərsiniz. İstəsəz sırf professional make-up üçün. Yəni bunu mən gündəlik istifadə etmirəm. Ancaq professional, yəni harasa gedib eləyəndə, ağır makyaj istifadə eləyəndə, məsələn mən də burada göstərəcəyim məhsullar bizdə sırf sifarişlə gələn məhsullardır. Çünki lüks serial məhsullardır. Yəni ancaq sifarişlə gətirirəm. Bunlar da gündəlik qətiyyən istifadə etmirəm. Mənə görə, çünki o markaların makyajları ağır olur. Günlük daha belə yüngül markalardan istifadə edirəm. Hansı ki özümüzdə satışda olanlar, əldə olan məhsullardan, nə bilim kosmosu olsun, tuzunki olsun, bu kimi yüngül məhsullardan istifadə edirəm. Amma belə məclisə falan gedəndə, baxın bu iki tonalini bir-birinə qatıb Dior və Narsında istifadə edəcəyəm. Belə. Bunu çəkdik. Bundan sonra qızlar
dərimə qəşəng parlaqlıq, freshlik belə versin deyə L'Oreal'ın bu parlaq olan makyaj altı bazasından istifadə edəcəm. Daha sonra qızlar dodağıma baxın. Bundan bu Dior model da bu. Dior'un deyil. Dior model bu nemləndirici ilə nemləndirəcəm. Bu həm yüngül rəng verir, həm də qəşəng nemləndirir dodaqları. Bu şəkildə. Qiymətə cəmsi qızlar 17 manatdır. Çox qəşəngdir nemləndirməsi. Belə. Keçək indi tonal kremə. Belə deyim, bir çox yerlərdə də salonlarda belə həmişə göz makyajını eləyirlər, sonra üz makyajını eləyirlər, amma mən göz makyajını ağır sevmədiyimə görə, yəni o çəkilişlərdə falan edərəmsə edərəm, amma belə gündəlik olaraq da, harasa gedəndə də ağır göz makyajını qətiyyən sevmirəm. Mənə görə kirpik varsa artıq belə özü bir ağırlıq gətirir makyaja. Ona görə yüngül, yəni toxunuşlar eləyəcəm gözümə. Ona görə Tanani'dən başlayıram. Belə. Deməli, vurduq bunu. Biraz bundan qatdıq. Bu tündür biraz qızlar. Narsım isə biraz açıqdır. Və narsım biraz Dior'uma nisbətən matdır. Diyorum daha akışkandı. Sen fırçanı istəyirsən? Yox, onu deyirəm, biraz sən çox eləyirsən qalır. Elə, yox, çox eləmədim, qərəm elədim. Tamam, onu da bitirəm. Deməli qızlar, ilk öncə Tanalini dəriyə otuzdurmağa, daha sonra sporçunun üzərindən keçəcəyik. Bakın kızlar, kaşımı da sabitledim. Kaş gelim de budur, rovundur. Bizde satışta var.
qızlar, makyajımızın son halıdır. Baxın, belə özümüz elədiyimiz makyajda çalışdım ki, detaylı sizlə bölüşüm. İnşallah indi gedək görək nə giyinirik. Gəlmişik qızlar, buradayıq. Saadəti gözləyirik. İnşallah içəri bir yerdə girəcək. Necə görünürük siz Allah? Qaça-qaçmayın. Mən ki, güclə bir şeylər tapıb geyindik, çıxdıq. Saadət gəlsin, girəcək içəri. Mənim ürəyim gəldi. Axır ki, olmuşdu. Sağ ol həyatım, sən necəsən? Mənim kimi də qara geyinmiş. Baxın da, görün nə gözəl görsənir mənim bacım. Əsl xanım, sağ ol həyatım. Heç nə qızlar. Mən də bunu çəkib şöyle qazandım.
Gəldik qızlar, videomuzun sonuna, məclis bitdi, gəldik evə. Bax, necə keçsin, arsa Saadətlə sağollaşmamızı belə çəkə bilmədim. Həqiqi niyə çəkmək yaddan çıxdı? Yaddan çıxdı qızlar, zarafatsız. Tacir gəlib desin, gözləməsin deyə yadım. Hə, nə bilim, başımız qarışdı. Saadətlə bunlar olanda çox maraqlı olur. Gün haradan gəlib keçirməyin. Sağollaşmağımızı belə çəkə bilmədim. Belə. Əsas odur, günümüz yaxşı keçdi, məclis əlaydı, çalışdığımız qədər Pərvin orada hər belə deyim də momentləri götürdü. Nə qədər ki orada belə deyim maraqlı, əyləncəli anlar var idi. Hamısını Pərvin çəkdi ki, vloqa yerləşdirək, siz də baxın, sizin üçün də maraqlı olsun. Bir də qızlar, burada elə bilirəm, bir çoxunuz yazacaqsınız. Çünki Saadətin də vloqunda yazırsınız ki, səsi dəyişdirməyin, elə maraqsız olur. Sırf o məsələn deyirəm, hansısa məclislərdə, musiqili hissələrdə səsi dəyişdirməyəndə YouTube-da o ihlal verir. Ona görə məcburan o hissənin səslərini dəyişdirilmiş vəziyyətdə qoyacağım. İndi gedək, gecdə artıq, saat artıq 1-dir. Gedək qəşəng makyajımızı falan. Makyajımızı da görürsünüz də qızlar, yəni tərpənməyib inanın yerindən necə eləmişiksə. Bizdə gətirdim makyaj sabitləyici var. Hə, qızlarım, kley kimi yapışdırır da, yəni ən sonda ondan sabitlədik. Videoda onsuz da görmüşsünüz, kley kimi yəni makyajı üzə yapışdırır. Çox qəşəng bir şeydir. Bir damcı belə makyaj pozulmur. Belə, ondan səhv etmirəmsə, əldə bir ədəd olmalıdır. Əgər istəsəz yazıb sifariş edə bilərsiniz. Gecəniz xeyrə qalsın qızlar. Sizi çox sevirik. İnşallah video sizin üçün maraqlı olar. Maraqlı daha nələr çəkməyimizi istəsəz, həmişə rəydə yazmağı unutmayın. Yazın ki, biz də nə istədiyinizi bilək, nəyi bəyənib, nəyi bəyənmədiyinizi Vloq bilək. sizə görə çəkirik də. Bəli. Sevirəm sizi, öpürəm. Gecəniz xeyrə qalsın. Hələlik.